Hamıya salam. Gördüyünüz bu simitlərin reseptini sizinlə bölüşürəm. 1 stəkan ilıq su və 1 stəkan ilıq südə 1 yemək qaşığı şəkər tozu əlavə edib qarışdırırıq. Yarım stəkan da duru yağ və aktivləşməsi üçün kənarda gözlətdiyim droju əlavə edib duz ilə birlikdə az-az ununu əriyərək qarışdırırıq. Xəmir yumşaq olmalıdır, ona görə də ununu az-az əlavə etmək lazımdır. Təxmini 4 stəkan ya da 4 stəkan yarım un lazım olur. Nəticədə ələ az yapışan və yumşaq bir xəmir alınır. Xəmiri yoğurduqdan sonra da üzərini örtüb qabarması üçün gözlədirik. Qabardıqdan sonra da bir taxtanın üzərinə alıb eyni ölçülü bir neçə hissəyə bölürük. Daha sonra da kündələr düzəldirik. Nəzərə almaq lazımdır ki, hər iki kündədən bir ədəd simit alınacaq. Kündələri əlimizlə uzunsov formaya gətirib, öncə bir ucunu birləşdiririk, daha sonra hörgü şəklində şəkilləndiririk. Uclarını birləşdiririk. 2 xörək qaşığı doşabın üzərinə su əlavə edib qarışdırırıq. Hazırladığımız simiti öncə doşablı qarışıma, daha sonra da ağ küncüdə buluyuruq və yağlı kağızın üzərinə qoyuruq. Alınan simitləri öncədən isidilmiş duxovkada 180 dərəcədə bişiririk. Hazırlayacaq olan hər kəsə nuş olsun.